məsələdir. Bu gün Güney Azərbaycanın İran içərisində qalmasını ya da hansı idarəetmə şəklini seçməsindən asılı olmayaraq, hansı idarəetmə şəklinin tərəfdarı olmasından asılı olmayaraq Güney Azərbaycan təşkilatları hamısı bir yerdə olmalıdırlar. Siz bu fikrə necə yanaşırsınız? Problemli yerdirsə, bu orqanizmin bir hissəsi xəstədirsə, təbii ki, o müalicə eləmək üçün bütün imkanlar səfərbər olunmalıdır. Bütün təşkilatlar da, bütün resurslar da, istər İran daxilində, istər xaricində, istər Quzey Azərbaycanda olan resurslar da bu istiqamətə yönəlməlidir, birgə fəaliyyət göstərməlidir, gələcəklə bağlı fərqli fikirləri olsa belə. Amma mən sizə bir şey deyim, mənim müşahidələrim göstərir ki, bu prosesdə hər zaman istiqlaldan deyən, narazı olan rejimin fəaliyyətindən qoyub qaçmış adamlar, hətta bizdə indi Bakıda yaşayanlar da var onların içində, xeyli böyük bir hissəsi bu ərəfədə, bu dövrdə İranla bağlı böyük bir çıxışların, böyük bəyanatların İranın əleyhinə çox da danışığın tərəfdarı deyirlər. Niyə? Mən onları müşahidə aparıram, müəyyən müşahidə. Yox, xüsusən Bağolun elə tədbirində mən də müşahidə edim. Görsənir ki, burada belə bir məqam var. Xarici müdaxilə, məhz xarici müdaxilə. Bu insanlar o insanlardır ki, onlar İran hakimiyyətinə nifrət edirlər. Əlbəttə ki, İran hakimiyyətinə qarşı savaşıblar, məcburi bir mühacirət həyatı yaşayır. Məhz xarici müdaxilə bir qədər bunları İran hakimiyyətinə qarşı bu fəaliyyətdən çəkindirir. Loyallaşdırır. Çünki bir vətən hissi var, bir orada insanlar var, yaşadığın qohum var, əqrəba var. Mən böyük bir hissəsindən söhbət eləmişəm. Məsələn, deyirlər ki, o hakimiyyəti biz devirməliyik, bunu biz eləməliyik. Amma başqa birisi bizim evimizə soxulursa ordusunla, filanınla, bu artıq bizim məqbul variant deyil. Belə gerçəkliklər də var. Belə gerçəkliklər də var. Bu təbii reaksiyadır. Bu Azərbaycan xalqının, ümumiyyətlə türklərin vətəninə, millətinə, torpağına, elinə, obasına bağlılığından irəli gələn bir məsələdir. Əlbəttə ki. Üstəlik, İran ərazisindəki indi etirazlara baxanda biz görürük ki, hakimiyyətə ən loyal əhali Azərbaycanlılardır. Məsələn, Kürd, Fars, Bəluç, Ərəb hissələrində, yaşayan hissələrdə etirazlar daha qanlı. Dərhal başladı. Çatışmalar daha qanlıdır, daha çox qan axılı burada, daha radikal çıxışlar var. Azərbaycan ərazisində bu bir qədər zəifdir, xeyli dərəcədə aşağı, hər halda belə görsənir. Televiziya kanallarında hakimiyyətə dəstək mitingləri göstərildi, hamınız baxdınız. Orada da Azərbaycanlıların daha fəal olmağı, daha mütəşəkkil olmağı görsənirdi. Hər halda belə görünür. İndi çox adam deyirlər ki, bu təbliğatdır, bu filandır. Amma belədirsə əgər, biz bunu nəsə biz özümüzə qarşı, öz cəmaatımıza qarşı bir kompleks kimi qəbul eləməməliyik. Bu işi pezeşkən amili çox böyük dərəcədə rol oynayırmaq bilirəm, amma tək pezeşkən amili də deyil. Pezeşkən amili olduqca əhəmiyyətli amildir bu işdə. Həm də nəzərə alaq ki, pezeşkən daha mütədil yanaşan bu çıxışçılara, etirazçılara adamdır. İlk mərhələdə ümumiyyətlə onların haqlı olduğunu göstərirdi. Amma sonradan görünür ki, həm xarici kəşfiyyatın, həm də daxilində sepah qruplarının apardığı təbliğat nəticəsində ki, bu partlayışlar, məscid yandırmaları, insan öldürmələri başladı. Bu insanları etirazdan çəkindirmək üçün idi. Ki, insanlar etirazda çıxmaqdan qorxsunlar. Yəni, kənar müdaxilə etiraz eləsinlər. Bəli, insanlar etirazda çıxanlar desinlər ki, məscidlər yanır, bu bizlik deyil, məsələn. Bu, belə şeylər doğrudan da başladı sosial şəbəkələrdə ki, bu yox, bu artıq etiraz deyil, bu artıq diversiyadır, bu artıq terrordur və s. Bunu həm xarici kəşfiyyat ola bilsin ki, elə İsrail, Amerika eləyirdi, amma eyni zamanda məncə elə sepahın özü də maraqlı idi ki, əhalini çəkindirsin və insanların üzərinə getmək üçün əllərinə bir müəyyən hüquqi fürsət qazansınlar. Və burada Azərbaycanlıların kifayət qədər səbirli, təmkinli, bəzən indi biz deyirik ki, Kürdlərin silahı var, məsələn, Bəlucların silahı var, Azərbaycanlıların silahı yoxdur. Mən hesab edirəm, Azərbaycanlıların silahı mövcud İran ordusundadır.
Yəni nəzərə alsaq ki, bu gün Amma bunların hakimiyyət tərəfdə deyilmi yəni? mövcud İran ordusu hakimiyyət tərəfdədir əlbəttə ki, amma bu gün artıq hələ hakimiyyətlə Azərbaycan əhalisinin savaşı getmir. Bu gün orada Güney Azərbaycanın istiqlaliyyəti uğrunda savaş yoxdur hələ ki. Bu gün konkret haqsızlıqlarla bağlı, sosial məsələ ilə bağlı etirazdan başlayan, daxili və xarici intervensiyaya gətirib çıxardan proseslər gedir. Yaxşı, proses ona keçə bilərmi? İnsanlar çox gözəl dərk eləyirlər ki, İranın üzərinə gələn qüvvə nədir, nə istəyir? Yəni, Trumpın, Amerikanın İrandan nə istədiyi bəllidir. Misal çəkir, İsraillə bağlı Pənah bəy ki, Pers. Hə, bunlar Kuruşun Babilistan əsarətindən Yahudiləri xilas etməsi, Qüdsə qayıtmasına icazə verilməsi, hətta Kuruş deyilənə görə pul da verir ki, gedin Süleyman məbədini bərpa eləyin filan. Bunlar bu məsələ üzərində indi köklənib, çoxdandır belədir. İranda monarxiya, Pəhləviçiliyin bərpası məsələsinin ideoloji əsaslarını İsrail o zamandan bax bu Kuruş-Pers Yahudi münasibətləri əsasında formalaşdı. Mən İsrail materiallarına baxıram. 20 ildir. 15-20 ildir. Sən dediklərə bir əlavə onda. İsrail materiallarına mən baxıram. Yazılar gedir ki, bu vəziyyətdən birdən Türkiyə yararlanar. İndi mən başa düşdüm İsraili və yaxud o dairələrini, bütün İsrailin hamısı da olmasa, o dairələri başa düşdüm. Dərd və bəla burasındadır ki, bizim özümüzün də içimizdə, mən elə o cümlədən bu milli hərəkat nümayəndələrin içərisində də birdən Türkiyə bundan istifadə edir. Türkiyənin istifadə elədiyi hər şey Azərbaycan türklərinin o taylı bu taylı, güneyli, quzeyli hamımızın xeyrinədir. Yəni bu şeyi nəyi nəzərdə tuturlar? Eləcə də bu gün birdən güneydə bulunan hansısa bir başqa məqsədlər. Pənah bəy, açın lütfən. Türkiyə istifadə edər deyəndə nəyi nəzərdə tuturlar? Pənah bəy desin. Yəni açıqcası o əksəriyyət aparıcı bir tezis olmasa da, aparıcı bir ideya olmasa da, bir çoxları düşünür ki, indiki rejimin getməsi və İranın mövqelərinin birdən demək, idarə olunmaz bir şəkildə zəifləməsi, o halda Turan ideyasının, sonra bu Türk Dövlətləri Təşkilatının həm coğrafiyasının, həm təsir imkanlarının, həm regional, həm də qlobal proseslərə təsir imkanlarının artmasına aparıb çıxara biləcək. Çünki bölgənin əsas, demək, bu içində olduğumuz coğrafiyasında əsas dövlət Türkiyə kimi çıxış edir. Cənubi Qafqazdan üzbəri Avrasiyanın mərkəzində, ürəyində olan bir dövlət kimi yol. Bu cür təhlillər, mən onların hamısını razı da deyiləm. Pənah bəy, biraz da dərinə gedin. Bu sərhədlərdə məhz Fars dominantlığı, Fars mədəniyyəti, Fars dili dominantlığı daşıyan İranın əsas ana funksiyası regionda türk faktoruna bir dəngə yaratmaqdır. Türkiyənin üzü şərqə doğru inkişafının, genişlənməsinin qarşısını almaq üçün əsas maneə, əsas baryer, məhz ideoloji o fərqliklər də burada şiə-sünni məsələsi falan, etnik məsələ, dil məsələsi necə olur ki, məsələn, türklərdən ibarət, türklərin idarə elədiyi bir ölkədə Fars mədəniyyəti, Fars dili cəhənnəm o yana dursun, üstəlik paniranizm, arisilik ideologiyası üzərində bir monarxiya formalaşır. Sonra Molla rejimi gəlir, o da hər şey dəyişir, bir ondan başqa. Onu da qoruyub saxlayır. Yəni İranın təyinatının bu olduğu bəllidir. Bu panirançılığı başa düşdük. Bu İranın türkü. Üzr istəyirəm Paşa bəy. Panirançılığı yenə başa düşmək olar ki, bizimkilər də indi İran dövləti, İran vətəni və s. Amma bu ariçiliyin bizə nə dəxli var? Heç bir. Bizim insanlarımız, bizim hərəkat nümayəndələrimiz bu şah məsələsi ki, ariçiliyin, irqçiliyin yəni. Və bu irqçilik də kimə qarşı yönəlir? Bu məsələdə niyə operativ, çevik mövqelərini ifadə eləmirlər ki, sən yığıl otur yerində, sən məsəl üçün burada hansısa bir aryalığı gətirmirsən də, bu İran sözünün əslində dövlət adına verilməsinin düzdür, izahları vardı ki, bu təhsil preslərini deyirlər, bütün xalqlarımızda, amma İran sözündəki o ari sözünü, aryan sözünü yaddan çıxartmayaq. O baxımdan da mən dediyim, bax, bayaqdan nə idi məsələn Paşa bəy, siz davam edirsiniz, üzr istəyirəm sözü belə ilişdim. Yəni bizim bu nəzəri məsələlər, bu Eldar bəy deyir ki, biz bəzi məsələlərə görə deyək özünü qətiyyən heç bir halda, heç nədən çəkinmədən, taktik müəyyən belə görünə biləcən çıxarları bir kənara qoyub, fundamental bu məsələlər barədə mövqeləri axıra qədər demək lazımdır. Bizim qələbəmiz bundan ibarətdir. Və bizim elə heç belə o bugün o
cığırdaş deyək də ki, bəzi güya qüvvələrlə, təşkilatlarla, etnik və ya sosial və sair olan məsələlər həll edilməyəcək. Bu məsələnin arxasında Türkiyə, Azərbaycan duran hansı qüvvə olacaqsa onun sözü eşidiləcəkdir, onun sözü yeriyəcəkdir və masanın arxasında bu oturulub onun dinləniləcəkdir. Heç çəkinmək lazım deyil. Mən ona görə dedim ki, mövqe vermək ortaya. İstisnasız, baxın, Pənah bəyin sözünə qüvvət elə, bizim bu yaxşı bir müdaxilədir. Nə baş verir versin İranda? İstər Molla rejimi qalsın, istər Molla rejiminə qarşı böyük bir müharibə getsin, müharibə nəticəsində çöksün, istər daxildən çöktürülsün. Əgər bu Azərbaycanlıların, Azərbaycan türkləri, ümumiyyətlə İran türklərinin, əslində bu Azərbaycan türkləri terminini İrana yönəlik işlətməyimiz də doğru deyil. Çünki başqa türk... Bəli, başqa toplumlardan başqa elə Azərbaycan əhalisinin də böyük bir hissəsi Azərbaycandan kənar başqa ərazidədir, böyük hissəsi, bəli. İran türklərinin rəhbərliyi birbaşa və Azərbaycan Türkiyə respublikaları ilə üzvi sintezdə, əlaqədə getməyən, baş verməyən bütün proseslər bizim hamımızın regionda sülhün, regionda inkişafın və İran xalqlarının hamısının əleyhinə olacaq. Burada nə baş verməsindən asılı olmayaraq, açıq-aşkar bilinmək lazımdır ki, Amerika İranın neftinin və sərvətlərinin dalınca gəlir. Amerika İranda nizam, intizam, dövlət qurmaq fikrində deyil. Yəni, o onun şah dövründə, niyə şah məsallandırılır? Şah dövründə İran Amerikanın 53-cü ştatı adlanırdı. Yox, doğrudan da belə ştat adlandırırdılar. Amerika tərəfindən idarə olunurdu. Onun xüsusi xidmət orqanlarını Mossad formalaşdırırdı, birbaşa idarə eləyirdi. Onun Müdafiə Nazirliyini İsrailin çaxalı idarə eləyirdi. Bunu çox gözəl bütün siyasilər, tarixçilər bilir. Müasir bu gün siyasətlə məşğul olan insanlar da bilməlidirlər, nəzərə almalıdırlar. Bu xarici müdaxilə Azərbaycan türklərə ümumiyyətlə və İran xalqına da azadlıq gətirmək, demokratiya gətirmək, inkişaf, rifah gətirmək üçün gəlmir. Əksinə, biraz da qul eləmək üçün gəlir. Biraz da köləliyi, bu dəfə molla, indi deyək ki, molladır, ideoloji bir şeydir. İndi isə monarxiya, ağa gətirirlər. Ağa, əyil öpərindən nəsillikcə bunların özü kimdə bir palansının törəmələrini, ümumiyyətlə İran tarixinə, region tarixinə heç bir aidiyyəti olmayan, əgər monarxiya tərəfdarlarıdırsa bu adamlar, niyə Qacarlardan, niyə Afşardan danışmırlar, niyə Səfəvlərin nəsindən kimsə axtarmırlar, niyə Ağqoyunludan, Qaraqoyunludan, Elxanidən birini axtarmırlar, məhz bu pəhləvi adı altında gətirirlər. Üstəlik, Avropa, bax bunu hamı açıq bilsin, Avropada, Amerikada, heç vaxt regionda türklərin rəhbərlik elədiyi, türklərin mənafeyinə xidmət eləyən heç bir prosesi dəstəkləməyəcəklər. Onlar hər zaman İranın məhz Fars mədəniyyəti dil üzərində qurulmasını istəyəcəklər. Hər zaman Kürd və Fars təşkilatlarını əsaslandıracaqlar. Bunun çox sadə bir izahı var. Dünya bütün bizim dediklərimizə baxmayaraq, həm irqçilik, həm etnik, həm dil yaxınlığı üzərində xeyli dərəcədə qurulub. Çində nə baş verməsindən, Uyğurun nə cinayət törətməsindən asılı olmayaraq biz hamımız Uyğurların tərəfindəyik. Hamımız. Birmada, Myanmada oradakı müsəlmanların nə etməsindən asılı olmayaraq biz onların tərəfindəyik. Və burada nə olmasından asılı olmayaraq özlərinə etnik cəhətdən, farsları dil baxımından Hind-Avropaçılıq, Avropa mərkəzçilik əsasında daha uyğun, daha yaxın öz qardaşları və davamı hesab edən Almanlar da, Fransızlar da, İngilislər də hər zaman onların tərəfində olacaq. İran türklərinin yeganə yolu, yeganə qurtuluşu, Türkiyə və Azərbaycanla sinxron fəaliyyət göstərərək öz hökmranlıqlarını bərqərar etməkdir. Bu savaş indiki elə bir dövrə gəlmişik ki, əgər doğrudan da bu zərbələr olacaqsa, ya biz bundan sonra bir 100 illik yenə də geri atılacağıq, itkilərimiz olacaq, yenə də biz doğrudan da bir 100 il bundan sonra susub,
barışmalı olacağıq bir çox şeylərlə ki, o çox böyük bir fəlakətdir bizə, ya da biz məqsədlərimizə nail ola bilərik. Yeganə üstünlüyümüz var Eldar bəy. Orada bu gün prezident türkdür. Mən yenə Və söhbəti ona türklüyünü gətirmək gizlətməyən istəyirdim. adamdır, gizlətməyən adamdır. Eldar bəy keçən Üzr dəfə istəyirəm, efirimizdə Azərbaycanla da, Türkiyə ilə də normal münasibətlər yarada bilmiş adamdır. Gəlib Şuşaya, Azərbaycan prezidentinlə bir yerdə, hə, o rejimin adamıdır, rejimə işləyib, bunu hamımız bilirik. Ama hamımız başa düşürük bunu. Bugün onun özü siyasi hakimiyyətdə, o cümlədən hərbi hakimiyyətdə xeyli sayda türklər təmsil olunur. Bu Azərbaycanlıların bugünkü mən şansı hesab edirəm. Bu vəziyyətdə həm ümumvətən, xarici intervensiya anlayışı, həm millətlər arası münaqişə salınacaq. Oradan Kürt təşkilatları hərəkətə keçsələr, türklərlə Kürtlərin arasında çox böyük qanlı qarşıdurmalar başlayacaq. Burada artıq Türkiyənin ordusuna da, İranın daxilindəki ərteşinə də, türklərdən ibarət ərteşə də, hətta qəribə çıxsa da, Sepahın özünə, Sepahdakı Azərbaycanlılara, türklərə də çox böyük ehtiyacımız əmələ gələcək. Bu məsələlərdə bütün bəyanatlarımızda biraz ölçülü, ehtiyatlı olmalıyıq. Mən kənardan belə əstağfurullah, heç dərs demək zat işin deyil. Əlbəttə. Bugün Azərbaycan türkləri burada da, orada da bir milli səfərbərlik elanır. İstisnasız. Söhbət indi rəsmi Dövlət səfərbərlikdən səviyyəsində hətta. Yox, o öz yerində. Bir milli səfərbərlik elan olunmalıdır. Zehində, düşüncədə, fikirdə, sözdə, yazıda, çıxışda, təşkilatlanmada, bütün bu məsələlərdə Paşa bəyin dediyi kimi kriteriya bir milli olmalıdır. Yoxsa açıqcası biz o qeyri-müəyyən, mücərrəd, gəldi Amerika Birləşmiş Ştatları döyürdü. O mücərrəd ideyaların əsas qalası hesab olunmurdu. Mən baxıram bugün Trump deyir ki, yox, o it xizəklərin yığışdırın tuturam şeyi. Qırılanca. Yəni, belə bir dövrdə yaşayırıq biz. Ona görə də mən demirəm, universal ideyalar var, demokratiya ideyaları da, azadlıq ideyaları da, insan hak və hüquqları da. Gələcək Eldar bəy söz verək. Heç kəs onları kənara qoymur. Amma bugün olun qalın məsələsi həll olunur. Yəni biz bütün o məsələləri edə bilmək üçün bir olmalıyıq ki, onları həyata keçirdik. Bizim dediyimiz budur. Və buradan biz, bax, elə görünməsin ki, biz ancaq elə güneylilərə anlaşdıq. Biz buradan dəfələrlə, neçə gündür məsələn, mən öz çıxışlarımda, digərlərində birbaşa Azərbaycan dövlətinə, onun hökumətinə, onun lideri Prezident İlham Əliyevə müraciət edir ki, mövqe qoyulsun ortalığa. İndi söhbət təbii ki, qərar qəbul eləmək, onun necə, hansı şəkildə, hansı dövrdə, hansı situasiyada, hansı üslubda qoyulması səlahiyyətli orqanların öz işidir. Azərbaycanda yeri gəlmişkən, bax, inanın ki, Eldar bəy və digər bizim soydaşlarımız, qardaşlarımız da bilsin. Mətbəxlərdən tutmuş mən bunu 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində belə bir hal müşahidə edirəm ki, burada bizim evdar qadınlarımızdan tutmuş, bax, mənim 2 nəvəm var, orta məktəb, yəni, şagirdləridir. Şagirdlərimizdən, uşaqlarımızdan tutmuş, hamı bu məsələdə həyəcanın içərisindədir, yəni bir milli bir həyəcanın içərisindədir və bu milli bir səfərbərlik çevrilsə bizim qarşımızda heç bir rəqib, heç bir düşman davam gətirə bilməz. İnşallah.